Hər ikinizi salamlayıram. Real televiziyasından Vəfa Həmzəyeva. Sualım cənab Ştaynmayerədir. Cənab Prezident, siz çıxışınızda qeyd etdiniz ki, Ermənistan və Azərbaycan arasında olan bu prosesləri, münaqişəni və indi gəldiyimiz nöqtəni izləyirdiniz və biz əminik ki, proseslərin fərqindəsiniz. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərində aqressiv müharibə aparıb və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-ni işğal etmişdi. Və yəqin ki, hələ o dönəmdə Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, konflikt daha tez həll yolunu tapardı. Necə düşünürsünüz? Qərb niyə Ermənistana qarşı konkret addımlar atmadı? Təşəkkür edirəm. İlk növbədə demək istəyirəm ki, suala görə çox sağ olun. Amma dediklərimi yəqin qulaq asmadınız. Mən müxtəlif vəzifələrdə Cənubi Qafqazdakı münaqişələrlə məşğul olmuşam və uzun müddətdir ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər mənə məlumdur. Almaniya hökumətlərinin son illərdə siyasətinə nəzər yetirsəniz, yəqin görəcəksiniz. Həmin siyasətdə həm Ermənistana, həm Azərbaycana çox tarazlı münasibət olub. Yəni, çalışmışıq elə yanaşma göstərək ki, həssas məqamlar diqqətdən kənarda qalmasın və bu vaxta qədər biz beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik və tanıyırıq. Bu bizim mövqeyimizdir və bu mövqey Azərbaycan tərəfindən də konkretləşdirilə bilər.